Son illər Azərbaycanda evlənmə yaşı əvvəlki nəsillərlə müqayisədə nəzərə çarpacaq dərəcədə artıb. Əgər bir neçə 10 il öncə qadınlar üçün orta evlənmə yaşı 20-23, kişilər üçün isə 24-26 idisə, bu gün həmin göstəricilər müvafiq olaraq 26-30, 30-34 yaş aralığında dəyişir. Müasir dövrdə gənclər təhsil, karyera və maddi təminat əldə etdikdən sonra ailə həyatı qurmağa üstünlük verirlər. Həkim radioloq Aytəkin Haşimova da bu məsələyə bioloji və reproduktiv baxımdan yanaşır. Ən optimal nikah yaşları 20-30 yaş arası sayılır. Əvvəl müayinələrə gələn hamilələrin yaşı 22, 23, 25, 28 idisə, indi artıq bu yaşda çox nadir hallarda olur. Adətən 30, 29, 35, hətta 40, 42-43 yaş üzərində hamiləlik planlamağa risk edən qadınlarımız olur. Əlbəttə bu demək deyil ki, bu yaşlarda hamiləlik mümkündür. Düzgün həkim nəzarəti ilə, düzgün planlama ilə dölün sağlam inkişafını və dünyaya gəlməsini əlbəttə planlamaq olar. Amma burada yaş faktoru bəzi riskləri artırır. Birinci onu demək istəyirdim ki, əvvəl hamiləliyin baş vermə ehtimalı xeyli azalır. Biz ovarian rezerv dediyimiz yumurtalıq ehtiyatı qadınlarda azalmağa başlayır ki, bu da mayalama prosesini ləngidir, ümumiyyətlə hamiləliyin baş verməsini ehtimalını azaldır. Hamiləlik baş verəndən sonra da yaşla bağlı sağlamlıqda digər problemlərin, gestasion diabet, hipertoniya, yanaşı xronik xəstəliklərin intensivləşməsi ilə bağlı hamiləliyin gedişi zamanı risklər xeyli artır. Psixoloq Mahmud Mustafanın fikrincə isə gənclər evliliyi borc yox, seçim kimi görürlər. Bu sadəcə bir rəqəm deyil, cəmiyyətin düşüncə tərzində, dəyərlərində, psixoloji baxışında baş verən dərin bir dəyişimin də göstəricisidir. Əvvəllər evlilik bir mərhələ sayılırdı, təhsil bitdi, iş tapıldı və evləndi. İndi isə bu ardıcıllıq pozulub. Gənclər özünü tapmadan kimləsə həyat qurmaq istəmirəm deyirlər. Bir vaxtlar 24 yaşında gənc artıq ata və ana olurdu. İndi isə 30 yaşında hazır deyiləm deyən bir nəsillə üz-üzəyik. Bu dəyişiklik gələcək nəsillərin sosial inkişafına da təsir edir. Çünki uşaq ailə içində valideynlərinin münasibətindən empati, anlayış, sevgi öyrənir. Evliliklər gecikdikcə bu öyrənmə də təbii ki gecikir. Əvvəl ailə şəxsiyyətin bir hissəsi idi, indi isə şəxsiyyət ailənin ilkin şərtinə çevrilib. İnsan öz həyatını nəzarət altında saxlamağa öyrəşdikcə bir başqasına yer vermək çətinləşir. Bugün gənclərin qarşısında duran əsas çağırış budur. Azad olmaqla bağlı olmaq arasında balansı tapmaq. Çünki evlilik nə azadlığın sonudur, nə də bağlılığın başlanğıcı. Evlilik iki fərdin bir-birinə güvənərək böyümə qərarıdır. Mütəxəssislər bildirirlər ki, evlənmə və doğum yaşının artması ümumi doğum səviyyəsini də azaldır. Qadın ilk övladını gec dünyaya gətirdikdə növbəti uşaqların sayı azalır. Bu hal həm ailə, həm də milli demoqrafik göstəricilər baxımından mənfi nəticə doğurur. Bu səbəbdən evlənmə yaşının artması müasir cəmiyyətin sosial inkişafının təbii nəticəsi olsa da, onun ginekoloji, demoqrafik və psixoloji nəticələri nəzərə alınmalıdır. Nəzrin Elxan Pərviz Allahverdiyev, Bizim Media.